Salam dəyərli izləyicilər. Bu gün sizinlə şagirdlərin çox çətinlik çəkdiyi faiz adi kəsir və onluq kəsir mövzusunu izah edəcəm. Bu tip videoların davamının gəlməsi üçün kanala abunə olaraq like edə bilərsiniz. Başlayırıq. Araşdırma və müzakirə hissədən. Deməli, cədvəldə hər uşağın düşəcəklərin sayı və onlardan neçəsinin qırmızı rəngdə olduğu qeyd edilib. Deməli, birincidə baxırıq 100 kürədən 33-ü qırmızıdır. Bu elə 33% deməkdir, çünki məxrəci 100-dür. İkincidə 25-dən 11-i qırmızıdır. Bunun da məxrəcini 100-ə gətirsək, sürət 44 eləyəcək, yəni 44% qırmızıdır. O birisində 20, hər tərəfini 5-ə vursaq 45%. Burada 50 məxrəc 2-yə vurulur deyə 19 2-yə vurulsa 38%. Hansı uşaqda qırmızı düşəcəklər onun bütün düşəcəklərinin daha çox hissəsini təşkil edir. Baxırıq indi bütün düşəcəklərinin daha çox hissəsini. Biz faizlə də tapsaq heç biri 50% keçməyib. O səbəbdən heç bir uşaqda bu bütün düşəcəklərin daha çox hissəsini təşkil etmir. Öyrənmə hissəsinə baxırıq. Bəzən ədəd və ya cəmiyyətin hissəsini ifadə etmək üçün faizdən istifadə olunur. 1%. Uşaqlar, biz mağazaya gedəndə də hər hansı bir malı görəndə ki, məsələn, endirmə düşüb, yazılır 70%-ə qədər endirim, 50%-ə qədər endirim. Yəni, faizli gündəlik həyatımızda çox istifadə olunur. Simvolu da bu formadadır. Deməli, bu kvadrata baxırıq. Tamın 100 bərabər hissəsindən 17-si, onun 17%-ni təşkil eləyəcək. Məsələn, 100 hissədir, kəsirdən bilirik ki, bir daması, məsələn, mavidirsə, bu mavi dama %1-dir. 17 daması narıncıdırsa, deməli, %17 olacaq. Və kəsirdə bu formada işarə olunur dedik. Növbəti, deməli, fikirlər hissəyə baxırıq. Tamın 100%-ə qədər bərabər olduğunu necə izah etmək olar. Yəni, tam 100%-ə bərabər olduğunu. Baxın, uşaqlar, bu damalar, neçə dama var? Burada 100 dama var elə. Biz fikirləşək, bu 100 damanın hamısı qırmızıdır, yəni %100. 100-də 100-ə böləndə 1 olur. Bu da 1 tam. 100-ə bərabər olduğunu, yəni bu formada izah eləmək olar. 18%-in çıxanda, deməli, biz 1-dən 18% çıxanda bunu necə yaza bilərik? 1-in 18%. Yəni, 1-in özü 100%-dirsə, bunun 18% çıxanda 82% edir. İndi keçək misal və məsələlərə. Rənglənmiş hissəyə uyğun adi kəsri yazın və faizlə ifadə edin. Birinci çalışma. Burada 100 deməli dama var, xırda kvadratlar var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 2, 3, 4. Deməli 40 daması da onun mavi rəngdədir. Bunu biz 100-ə vururuq. Bu %40 kəsirdir. Kəsiri faizə çevirərkən onu 100-ə vurmaq lazımdır. 100-lər ixtisar gedir, qalır 40%. Növbəti, burada da deməli 100 üzərindən 5, 1, 2, 3, 4, 54. Biz 54 ilə vuracaq 100%-ə. 100-lər ixtisar edəcək, qalacaq 54%. Növbəti, yenə məxrəcə 100 yazırıq. Buradan 26. %26-nı da biz 100-ə vururuq, edir 26%. Burada 100-dən, deməli 6 burada, 12 burada, edir 18, 9 burada, 27, 20 də burada, 20 yox, 12 də burada, 27, 12, 39. Onu da 100-ə vururuq, edir 39%. Ancaq hamısı mavi rəngdə olsaydı, yəni %100 1 tam verəcəkdi. İkinci çalışmaya baxırıq. Deməli, adi kəsirləri faizlə ifadə edin deyir. Adi kəsiri faizlə ifadə etmək üçün həmin kəsir deməli 100-ə vurulur. Yəni, biz bunu 100-ə vursaq, bura 100 yazsaq, məxrəclə natural ədəd ixtisar edəcək, qalacaq 3. Yəni, 3% eləyəcək. Bunu 100%-ə vursaq, 8. 100-ə vuranda 9, 10, 15,
45, 35, 50, 53, 90%. Bunda elə 100-ə vuranda görürük ki, yüzlər ixtisacıdır, yəni elə 100% deməkdir. Üçüncü çalışmaya baxırıq. Adi kəsrləri məxrəcləri 100 olan kəsrlərlə əvəz edin və faizlə ifadə edin. Deməli, biz bunu əvvəl məxrəci 100-ə bərabərləşdirməliyik. Buna baxın, bərabərləşdirmək üçün sürət və məxrəci eyni ədədə vurub hər ikisində və yaxud da bölüb. Sonra məxrəc 100-ə bərabərləşdirilir. Burada da açıqlama deyir ki, verilən kəsirin məxrəci 100 olan kəsir şəklində yazılır. Alınan kəsir faizlə ifadə olunur. İndi biz burada çalışmalar üzrə izah edək. Onda 3-ü necə yazacaq? Deməli, hər tərəfini nəyə vururuq? 10-a. Bu %30 deməkdir. %30-sa biz onu kəsrə çevirəndə 100-ə vururuq, edir 30%. Hər tərəfi 2-yə vururuq. Sürət və məxrəci 100, burada eləyir 16. Yəni 16%. 4-ə vururuq, burada 4-ə vururuq, 84%. 100-ə bərabərləşdirmək üçün buranı da 20-yə vururuq, sürətdə 20-yə vururuq, 40%. Məxrəci 100-ə bərabərləşdirmək üçün sürət və məxrəci 50-yə vururuq, edir 50%. Növbəti misalda 5-ə vururuq, 35%. 4-də 3-ü hər 25-ə vururuq, sürət və məxrəci 75%. 40-da 22-ni hər iki tərəfi əvvəl bölmə olacaq. Yəni 40-ı biz elə bir ədədə vura bilmirik ki, natural ədəddə 100 olsun. Nə qara bilərik biz? 2-yə bölək. 2-yə böləndə burada qalacaq 20-də 11 və sürət və məxrəci 5-ə vursaq, yuxarı 55 eləyəcək, yəni 55%. Növbəti, hər tərəfini 3-ə böləndə 4-də 1 edir. Onda sürət və məxrəci 25-ə vuranda %25 eləyəcək. %25-in də artıq biz 25% olduğunu öyrəndik. 3-ə bölürük, edir %15. Yəni elə 15%. Buranı da biz bölürük 5-ə. 5-ə böləndə 50-də 10 eləyəcək. Hər tərəfini indi 2-yə vurub 100-ə bərabərləşdirsək, %20 eləyəcək. %20-ni də biz 100%-ə vururuq. Belə %20 vurulsun. 100%, faizlər ixtisac edir, qalır 20%. 4-cü çalışma. Dairə bərabər hissələrə bölünüb, rənglənmiş hissələri kəsr və faizlə yazın. Deməli, 5 hissəyə bölünüb, 5-də 1. Bura biz 1 yazırıq, sonra da məxrəcləri bərabərləşdiririk 100-ə. O da məlum olur ki, 20% verir. İndi A variantına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 bölünmüş hissədən 9-u deməli rənglənib. Onda kəsrin məxrəcini də 100-ə bərabərləşdirsək edir %90, o da 90% eləyəcək elə. Burada 2-də 1. 2-də 1-i sürət və məxrəci 50-yə vururuq, edir %50, o da eləyir 50%. Burada 4-də 1, sürət və məxrəci 25-ə vururuq, %25, o da edir 25%. Burada 8-də 1, 2, 3, 4, 8-də 6 hissədir. 8-də 6-nı ixtisar eləsək 4-də 3 qalır. Onu da hər tərəfini 25-ə vuranda, 3-ü 25-ə vuranda buradan 75 alırıq biz. Burada deməli 6-da 6-dır. 6-da 6 1 deməkdir. 1-i də biz 100%-ə vuranda eləyir 100%. Yəni görürük ki, həqiqətən 100% rənglənib. Öyrənmə hissəsinə baxırıq. Onluq kəsirlərin faizlə ifadəsi. Şərtlər artıq məlumdur ki, onluq kəsiri faizə çevirmək üçün 100-ə vurmaq lazımdır. 0,43-ü 100-ə vururuq. Vergül sıfırların sayı qədər sağa sürüşəcək. Yəni 43. Bunu da özünüzdə sayaraq görə bilərsiniz. Ya da nə edirik? Çeviririk.
onluq kəsrə, adi kəsrə daha doğrusu edir %43. Onda yenə 100-ə vursaq, yüzlər ixtisar edir, qalır 43. Belə, növbəti 2 səhifəni isə video çox uzun olmasın deyə növbəti videolarda izah edəcəm. Bura qədər baxdınızsa kanala abunə olaraq dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.